bayramı eramızdan... Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatı daha bir maraqlı tədbir həyata keçirdi. Təşkilatın istedadlı gənclərdən ibarət teatr klubu ənənəvi Halloween bayramı keçirdi. Hər il oktyabrın sonunda qeyd edilən Halloween bayramına həsr edilmiş tədbirdə tədris işləri üzrə prorektor Vazih Əskərov, tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev və universitetin tələbələri iştirak edirdi. Tədbirdə AOL Channel onlayn televiziyasının Halloweenla bağlı hazırladığı videoçarx nümayiş olundu. Əyləncəli və maraqlı ssenari üzrə qurulmuş tədbir proqramı boyunca tamaşaçıların üzündən gülüş əksik olmadı. Tədbirdə biri-birindən şən, qorxulu və əyləncəli Halloween səhnələri nümayiş olundu. Daha sonra tədbir musiqi klubunun rəqs ansamblının maraqlı nömrələri ilə davam etdirildi. Tədbirin sonunda prorektorlar Vazih Əskərov və Ələddin Əliyev səhnəyə dəvət olundu və tədbirlə bağlı təəssüratlarını bölüşdülər. Təşkil etdikləri maraqlı bayram tədbirinə görə tələbələrinə təşəkkürlərini bildirdilər.